akşam baxıram, balamın məzara qoyduqlarını, amma ana bu evdə mən necə yatar? Bana torpağa qoyduqlarını, bax, gerçekten balamın başına yastık koydular. Bəs mən necə yatım bu evdə? Onu görmüşəm axı. Ona görə heç bir söz onu mənim yadımdan çıxara bilməz ki. Bu evin telefondadır. Onu nə silmərəm ki. Balamı kimsə çəkibdi. Məzara qoyduqlarını, açdıqlarını. Onun bir mən ölmüş ana görüb axı. Kimin ölsün? Və mən necə yaşayım, deyə bilim. Mənə bir yol göstərin, yaşayım. Necə yaşayım? Qızım, səni ağladıram axı. Allah sənə səbir versin. Mən necə yaşayım? Allah sənə Bana bir dözüm ömür var. versin. Onu qoyuram, atası deyir ki, sən olasan, çöllərə düşəsən. Sana kim baxacaq ki? Deyirəm, o evin telefonundadır axı. Onu atıram, necə onu mən silə bilərəm. Onu silə bilərəm. O mənim balamdır. Dikə gücüm çatmadı ki. Deyirəm, kaş. Koymazdım ki. Balamı torbağa koyala. Balamın arzuları vardı axı. Ömrüm qurdu. Ata o eləmək istəyirdi öz üçün. Balamın hər bir